Son günlər Azərbaycanda ard-arda yayılan təcavüz xəbərləri, körpə uşaqlara, qızlara qarşı törədilən zorakılıqlar təsadüfi hadisələr deyil. Bunlar illərlə görməzlikdən gəlinən, üstə örtülən bir çürümənin üzə çıxmış nəticələridir. Bu nöqtədə Həzrət Muhammed Salavatullahın məşhur kəlamını xatırlamaq yerinə düşür. İnsanlar atalarından çox hökümdarlarına bənzəyirlər. İndi əsas sual budur. Bugün Azərbaycanda istiqaməti kim müəyyən edir? Nümunə kimdir? Uşaqlara qarşı cinsi istismarla gündəmə gəlmiş, Epstein adası qalmaqalı ilə adı hallanan, əxlaqi iflasın simvoluna çevrilmiş, Donald Trump kimi bir fiquru açıq-aşkar tərifləyən, üstəlik Azərbaycan xalqının onunla eyni ailəvi dəyərləri bölüşdüyünü iddia edən bir zehniyyət bu ölkədə söz sahibi olduqda, cəmiyyətin sağlam qalacağını gözləmək sadəlövhlükdür. Əxlaq yuxarıdan aşağıya doğru yayılır. Baş sürüyübsə, bədənin sağlam qalması mümkün deyil. Rəhbərlik səviyyəsində əxlaq pozulubsa, bunun küçəyə, ailəyə, uşağın həyatına sirayət etməsi qaçılmazdır. Ona görə də cəmiyyəti dəyişmək istəyiriksə, sadəcə nəticələrə ağlamaqla kifayətlənməməliyik. Problemin kökünə baxmalıyıq. Kök isə yuxarıdadır. Əgər bu məsələlərə ciddi yanaşılmasa, bugün bizi sarsıdan zorakılıq xəbərləri sabah adiləşəcək, normaya çevriləcək. Bu isə artıq təkcə cinayət deyil, kollektiv bir vicdan məğlubiyyətidir.